İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Medianın İnkişaf Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin tərkibində fəaliyyət göstərən Azintelekom MMC-nin birgə tərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçün kiber təhlükəsizlik mövzusunda təlim keçirilib. Yeni Çağaz xəbər verir ki, təlimin əsas məqsədi media nümayəndələrini müasir kiber təhlükələr barədə məlumatlandırmaq və onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmalarına dəstək verməkdir. Təlimin açılışında İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov və ETX-nin rəisi Samir Rəsulov çıxış edərək media sahəsində baş vermiş mövcud kiber insidentlər və kiber dayanıqlılıq məsələlərinə toxunublar. Çıxışlarda həmçinin media subyektlərində IT infrastrukturunun təkmilləşdirilməsi və kiber təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Təlim sessiyasında 50-dən çox media subyektinin nümayəndəsi iştirak edib. Təlimçilər arasında İRİA, ETX və Azintelekom mütəxəssisləri, həmçinin İsrailin Teknion Texnologiya İnstitutunun və Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinin təlimçiləri yer alıblar. Təlimdə kiber təhlükəsizlik mövzusunda kiber dayanıqlılıq, kiber insidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər, phishing və sosial mühəndislik texnikaları, sosial media hesablarının qorunması və bulud xidmətləri üzrə təhlükəsizlik tövsiyələri müzakirə edilib.